Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla Allahın salamı və Əhl-i Beyt əleyhissalamın nəzəri olsun əziz dəyərli izləyicilərimizin üzərinə. Hər sözün əvvəli Allahın adıyla gözəlləşər. Biz də bugün sözümüzə Allahın adıyla başladıq ki, dediklərimiz qəlblərə yol tapsın. Allah insanı söz ilə ucaltdı və biz də unutmayaq ki, oxu əmri ilə başlayan dinin ümmətiyik və Allah Taala Qurani-Kərimdə buyurub ki, insan dediyi hər sözə görə cavabdehdir. Bəs bugün bizim dediklərimiz bizi ucaldır, yoxsa ki, əksinə uzaqlaşdırır? Və biz İrs Media olaraq bugün belə qərara gəldik ki, çox həssas və aktual mövzu ətrafında müzakirə aparaq. O, bir çox insanların maraq dairəsində olan həmin o həssas mövzu media və dəyərlərimizdir. Allahın izni ilə bugün medianın bizlərə müsbət və mənfi təsirləri haqqında söhbət açacağıq. Əslində media sadəcə olaraq bir informasiya vasitəsi deyil, o bizim düşüncələrimizə, seçimimizə, hətta həyat tərzimizə təsir edən güclü bir alətə çevrilib. Bugün məsəl üçün gün ərzində bizim eşitdiyimiz xəbərlər, sosial paylaşımlar, gördüyümüz sosial şəbəkələrdə paylaşımlar bizim dünya görüşümüzü formalaşdırır. Ortaya belə bir sual çıxır ki, media dəyərlərimizi qoruyur, yoxsa ki, dəyişdirir. Düzdür, bir tərəfdən media doğru xəbər yayır, maarifləndirir, insanları birləşdirir. Digər tərəfdən isə yanlış təsəvvürlər, yanlış nümunələr, hətta sünnə həyat tərzi, dəyərlərimizdən uzaq təsəvvürlər formalaşdırır. Və Allah bizə həm dil verdi, həm də seçim verdi. Bizlər isə bugün sosial şəbəkə vasitəsilə ya xeyri yayırıq, ya da ki, Allah bəyənmədiyi şəkildə fərqində olmadan başqa yola xidmət göstəririk. Və həqiqətən də biz bilirik ki, bugün media əslində dünyanın güclü vasitəsi sayılır. Amma ki, unutmayaq ki, ən güclü, ən gözəl nəzarətçi Allahdır. Və bizim hər birimizin sosial şəbəkədən istifadə eləməyimiz bizim imanımızın, təqvamızın, əxlaqımızın hansı həddə olmağından asılıdır. Necə ki, bir çox insanlar davamlı şəkildə Allahı düşünür, Əhl-i Beyti düşünür, xeyir işlərə vəsile olursa onların dəyəri odur. Bəzi insanlar isə Allah bəyənmədiyi şəkildə sosial şəbəkədən istifadə edirsə, təbliğ aparırsa, o işləri icra edirsə, onların da dəyəri odur. Və xoş olsun o kəslərin halına ki, sosial şəbəkələrdə gözəl şəkildə, Allah bəyəndiyi şəkildə təbliğ aparırsa, demək ki, doğru yoldadır, belə deyək. Bəzi insanlar isə haramı, günahı yayaraq təbliğ aparırlarsa, onların da dəyəri də odur və yanlış yoldadılar. Mən çox vaxt aparmadan istəyərdim ki, studiyamızın əziz, dəyərli qonaqları var, onları təqdim edeyim. Qədim Quran Araşdırma Mərkəzinin sədri Nəhayət xanım, Hacı xanım, xoş gəlmişsiniz. Çox sağ olun. Allah müvəffəq eləsin. Və araşdırmacı jurnalist, media və beyin podkast layihəsinin müəllif və aparıcısı Məlikə Aslanzadə. Məlikə xanım, xoş gəlmişsiniz. Salam. Sizi burada görmək çox xoşdur. O dəyərli vaxtınızı ayırmısınız. Bugün bizimlə bir yerdəsiniz. Və bu müzakirə olunacaq mövzu əslində sizin sahədir, belə deyim. Əslində xanım hər zaman qonaqları özü dəvət edir. Bugün biz onu qonaq qismində görmək niyə görə istədik? Mən vurğuladım. Həm onun sahəsidir, həm də sizin fikriniz, müzakirəniz. Bugün biz də bilmədiklərimizi öyrənəcəyik, nəticə çıxardacağıq. Və Məlikə xanımla biz illər öncə bir cəmiyyətdə Allah xatir Əhl-i Beyt yolunda xidmət göstərmişik. Düzdür, o cəmiyyətin fəaliyyəti artıq yoxdur, amma işimiz, xidmətimiz Allah xatir olub, yenə münasibətimiz hələ ki davam edir və ümumiyyətlə mən onu deyə bilərəm ki, Allah xatir Əhl-i Beytə xatir nə varsa gözəl və davamlıdır. Elədir. Və mən bu mövzuyla bağlı bir neçə sual hazırlamışam. Hələ ilk sualım odur ki, media dəyərlərimizi qoruyur, yoxsa ki dəyişdirir? Mehriban və bağışlayan Allahın adı ilə əziz və dəyərli izləyicilərimizi və Nəhayət xanım sizi, Şəbnəm xanım sizi, ekran arxasında əyləşən kollektivi salamlayıram. Verilişiniz xeyirli, uğurlu, baxımlı olsun, gözəl bir addım atmışsınız. Hazırda medianın həyatımızın əsas parçası olduğu bir texnologiya dövründə bu kimi mənəviyyatlı, intellektual səviyyəsi yüksək olan verilişləri, müzakirələrin çox olmasının cəmiyyətimizə çox faydası var və apardığım araşdırmalara əsasən cəmiyyətin həqiqətən də çox böyük ehtiyacı var və bunu dilə gətirir ki, mənəviyyatlı, intellektual səviyyəsi olan maarifləndirmə
səviyyəsi yüksək olan verilişlərə çox ehtiyacımız var. Belə bir təşəbbüs etdiyiniz üçün də mən də sizi alqışlayıram. Bəli, mənim sahəm mediadır. Uzun illərdir bu sektorda fəaliyyət göstərirəm. Və istər media sahəsində olsun, istər cəmiyyətimizin maddi, mənəvi düşüncəsinə, zehninə ümumiyyətlə hakim olan bir çox müzakirələr mənim araşdırma mövzumdur, maraq dairəmdədir. Əlimdən gəldiyincə bugün suallarınızı cavablandırmağa çalışacağam. Bəli, bugün medianın bizim dəyərlərimizi qoruyur, yoxsa ki, dəyişdirir? Əslində media deyəndə biz texnologiya düşünürük. Gözümüzün önünə bir texnologiya gəlir, amma bunu unutmayaq ki, texnologiyanı idarə edəndə bir canlıdır, bir insandır və ümumiyyətlə bu texnologiyanın istər telefon olsun, kompüterlər olsun, kameralar olsun, televiziyalar olsun, bu bir insan beyninin məhsuludur. Bunu insan yaradır. Və onun işlətməsi, xidməti də insandan yola çıxır. İnsanın beynindən, hədəfindən, niyyətindən yola çıxır. Azərbaycan mediasının yaranma tarixinə baxsaq, Həsən bəy Zərdabini rəhmətlə burada yad edirəm. O dövr media yarananda bizim ilk mediamız təbii ki qəzet idi, Əkinci qəzet idi və medianın şərqdə yaranma tarixi də elə ilk Azərbaycandadır. Yaradan insanların şəxsiyyətinə, xarakterinə, hədəfinə baxanda baxırıq ki, ülvi bir hədəfdir, mənəvi bir hədəfdir. Çünki onların xarakterik olaraq da şəxsiyyətləri mənəviyyat insanları idi. Və o dövr media insanlara, cəmiyyətə maarifləndirmə rolu oynayırdı. Amma zamanla həm qərblə ünsiyyət, texnologiyanın həyatımızın əsas parçası olduğu və 21-ci əsrdə daha çox media maarifləndirmədən daha çox yönləndirmə xarakteri daşıdığına görə bir yerdən sonra artıq yönləndirməyə başladı. Amma media bugün bizim dəyərlərimizi qoruyurmu, yoxsa zərər verirmi, insana qayıdır. Yəni cəmiyyət olaraq analiz etsək ki, düşüncə səviyyəmiz hansı formadadır, hansı şəkildədir, hansı dərəcədədir, axtarışımız sizin dediyiniz kimi kim nə ilə daha çox maraqlıdırsa, nəyi daha çox araşdırırsa, gündəlik sosial mediada daha çox nəyi izləyirsə, düşüncə səviyyəsi, axtarışı odur. Mənim araşdırmalarıma əsasən cəmiyyət artıq dibdədir, amma bilirsiniz, hər yeni yüksəliş dibə vurmadan olmur. Yəni o dibə vuranda biz hansı təkanla qalxacaqsa artıq o bizim yüksəlişimizdir. Burada artıq iki hissə var. Bir müsbət tərəfi var, bir mənfi tərəfi var. Yəni bunu 50-50-yə deyə bilərəm ki, 50% dəyərlərimizə zərərdir. 50% isə dəyərlərimizin qorunması üçün addım atır. Misal üzərinə, məsələn, mənim layihəm, sizin layihəniz, Nəhayət xanımın uzun illərdir cəmiyyətdə fəaliyyəti. Bu danılmaz bir faktor olaraq deyə bilərik ki, bəli, dəyərlərimizin qorunmasında medianın rolu var. Amma insan prizmasından yanaşsaq, insan nəyə axtarır desək, mən elə gəlir ki, 50-50 desək, 50% desək, hər ikisi qoruyur və zərər verir, daha doğru təsbit olmuş olar. Yəni o bizim özümüzdən asılıdır. İnsana necə istifadə edəcəyimiz bizim özümüzdən asılıdır. Çox doğru. Nəhayət xanım, biz illərdir ki, Nəhayət xanımla Allaha xatir Əhl-i-Beyt yolunda xidmət göstərir. Nəticə etibarı nəsə bizim üçün vacib olan, Allah bizdən onları qəbul etsin. Əsas bizim üçün o xidmətlər, yəni budur vacib olan. Nəhayət xanım, baxın, bir çox xeyriyyə cəmiyyətləri var. Yəni insanlar Allaha xatir, indi bəzilərini çıxmaq şərti ilə Allaha xatir xidmət göstərirlər, xeyir işə vəsdə olmaq istəyirlər. Və təbii ki, vəhdət halında xidmət göstərirlərsə, bir neçə insanlar öz halal ruhusundan ehsan edir, düzdürmü? Və onların haqqıdır ki, bilsin ki, görəsən, həmin onların halal ruhusu Allah bəyənən yerə çatır, yoxsa ki, çatmır. Və burada kimlər ki, xeyir işlə məşğuldurlar, təbliğ edirlər, düzdürmü? Onları sosial şəbəkədə paylaşmaq nə qədər doğrudur, hansı həddə qədər olar, olmaz. Məsəl üçün, bir həddə qədər olar ki, mən bilirəm, orada riya, təkəbbür olmasın. Digər tərəfdən isə söz zəhmət olmasın, onun fikrinizi deyərdiniz. Bu günlərim Şəbnəm xanım və Məlikə xanım çox gözəl bir mövzuya gətirmişsiniz ərziyə. Yəni, bu həqiqətən də media o qədər bizim həyatımıza daxil olubdursa,
heç bir yaşadığımız zamanda heç bir insan tapmazsan ki, o mediadan uzaq olsun. Hamı işi ilə bağlı, həyat ilə, yaşayışı ilə bağlı mediadan çox asıl vəziyyətdədir. Qaldı bizim əsas ki mövzumuz. Bu mövzumuzda xeyriyyəçilik və yaxud da bir insan bir xeyriyyəçi iş görür və onu istəyir ki, mediada geniş surətdə işıqlansın, hamı onu bilsin və yaxud da bir başqası da onu istəmir bilinməsi üçün belə bir demək olar ki, çox rastlaşdığımız bir mövzudur bu mövzular. Bəzi insanlar da vardır ki, onlar istəyirlər ki, bir miqdar, tutaq ki, bir yaxşı iş görsünlər, bir xeyriyyətçi iş görsünlər, bunu hansısa adresə çatdırmaq, kim tərəfindən necə olsun və doğrudan gedib öz hədəfinə çatacaq, yoxsa çatmayacaq, kimə necə. Buna baxış eləyəndə biz görürük ki, doğrudan, bəzən də görürük ki, mediada biri bir kiçik bir iş görür, bütün vaxtı onu reklam elətdirir. Amma bir də görürsən ki, biz baxış eləyəndə görürsən ki, biri də axtarır ki, istədiyi bir xeyriyyətçi işi öz adresinə çatdırsın. Hədələri olsa çox gözəl. Bu medianın bizə heç bir zərəri yoxdur. Media ümumiyyətlə baxanda hər bir ölkədə 4-cü hakimiyyət sayılır. Əgər bir şəxs istəyir ki, nəsə bir xeyriyyətçi iş görsün, ya şəhid ailələrine bir yardım eləsin. Məsələn, ailələr var ki, elə bizim bugünkü əsas mövzularımızdan biridir odur da. Onlar evlatlarını bu vətənimizin, torpağımızın, bayrağımızın, milli birliyimizin daima ayaqda, şücaətlə qalması üçün canından keçmişdir. Bu baxımdan, bu mövzuda olanda bizim tədbirlərimiz, bəzən görürsən ki, eləsi deyir ki, yox, bunu çox reklam elədi, tutaq ki, birisi. Amma yox, onları daha çox reklam eləmək lazımdır ki, yəni bütün insanlar bilsin ki, bizim ölkəmizdə çox gözəldir ki, biz onların yanındayıq, onlara gözəl qayğı göstəririk. Bunun belə ki, mediada yayılmasını mən sevirəm. Qoy olsun, belə gözəldir. Ancaq elə şeylər də var ki, indiki dövrümüzdə, medianın indiki belə ki, ən çox yayıldığı, hər gün inkişafda olduğu bir mərhələsində daha çox biri bir iş görürsə, onu o qədər geniş reklam edir ki, artıq insanlar sanki onu oxumaqdan mı bezir və yaxud insanlara bir başqa cür təsir göstərir. Amma yaxşı olar ki, biz bu işləri görəndə öz, belə deyim ki, lazımı yerinə çatdırmağa, hədəfinə çatdırmağa, bəli, ixlasla və biz imanı, Allahı yaddan çıxartmamaq şərti ilə. Məsələn, Quran-ı Kərimdə bizə o qədər gözəl tövsiyələr olunur. Məsələn, Allah mütəal bizə 114 surənin içərisində elə gözəl, möhtəşəm ayələr vardı ki, o ayələrdə insanları yardımlaşmağa çağırır, insanları xeyri işlər görməyə çağırır, birliyə çağırır, dəstək olmağa çağırır. Bunun gözəllikdən başqa bir dəyəri yoxdur. Ən gözəl bir məqamdadır, ən gözəl bir dəyərdədir ki, biz də bu insanlara çalışırıq ki, bu məqamların çatmasında bir fürsət olsun bizim üçün. İnşallah. Çox təşəkkür ederim. Məlikə xanım, bir sualım olacaq sizə. Bugünkü gün qlobal problemlərdən biri gənclərin sosial şəbəkədən istifadəsidir. Məsəl üçün, mən bir neçə ailə tanıyıram ki, ailə ziyalıdır, ədəb, ərkan, amma ailədən çıxan övlad isə demək olar ki, ailə övladı artıq idarə edə bilmir. Ya ətraf mühitdir, belə deyək, dostlar, tanışlar və yaxud da sosial şəbəkədir. Düzdürmü? Ən çox demək olar ki, sosial şəbəkə. Bununla bağlı zəhmət olmasa fikrinizi. Gənc nəsilə mediadan, yəni sosial şəbəkənin təsiri, mənfi təsiri. Çox aktual bir mövzudur həqiqətən də və Həzrət Əli əleyhissalamın çox gözəl bir kəlamı var. Deyir ki, insanlar atalarından çox zəmanələrinə bənzəyərlər. Və dediyimiz kimi 21-ci əsrdəyik, texnologiya həyatımızın əsas bir hissəsidir, ayrılmaz bir hissəsidir. Və nə qədər valideyn ziyalı olsa da, nə qədər maarifləndirmə yolunda təşviq etsə də, hər birimiz valideynik və bu öz həyat yolumuzdan, təcrübəmizdən yola çıxaraq biz nə qədər qorumağa çalışsaq da, bu canlı bir varlıqdır, sosial bir varlıqdır. Bir yerdən sonra cəmiyyətlə iç-içə bir münasibət yaşayacaq. Məsələn, mən özümdən örnək verim. Mənim oğlum bir yerə qədər məktəb ev idi, amma artıq böyüdü, kurslara getməyə başladı, hazırlıqlara getməyə başladı və məktəbdən kənarda, deyək ki, metro istifadə eləyəcək, hər hansı bir əlavə nəqliyyat istifadə eləyəcək və artıq o cəmiyyətin içərisindədir.
O geri dönəndə münasibətini bizimlə paylaşanda mən baxdım ki, uşaq ikili sistem yaşayır. Siz mənə ailədə tamamilə başqa bir şey öyrətmişdiniz, mən cəmiyyətdə başqa bir şey görürəm. Məsələn, böyüyə hörmətlə bağlı. Məsələn, biz deyirik ki, böyüyə hörmət eləmək lazımdır, avtobusda, nəqliyyatda yol vermək lazımdır. Amma o gedir, məsələn, başqa bir reallıqla qarşılaşır. Məsələn, görür ki, heç böyük də ona hörmət eləmir, böyük də ona hardasa aqressiya ilə cavab verir. Uşaq hörmət eləyəcəyi yerdə duruxub qalır. Bu kimi ziddiyyət yaşayır. Və sosial media, telefon bunun əlindədir. İstər-istəməz telefondan istifadə edəcək, platformalara girəcək və oradakıları da görür və müqayisə eləməyə başlayır. Əslində, burada bünövrə sağlam olursa, o mütləq öz nəticəsini verir. Çünki bünövrədən çox şey asılıdır. Biz bəzən valideyn olaraq düşünürük, deyirik ki, məsələn, tövsiyə etdik, nəsihət etdik, izah etdik, elmi tərəfini, qeyri-elmi tərəfini izah etdik. Amma uşaq yenə sosial mediadan tutaq ki, istifadə edir, hər hansı bir verilişə baxır, filmə baxır, oyuna baxır və narahat olmağa başlayırıq ki, axı biz nəsihət etmişdik. Amma əslində uşağın beyni təmizdir, yəni zehni açıqdır. Biz o toxumları atırıq ora. Onun üçün münbit bir zəmin yaradırıq, şərait yaradırıq. O cücərməyə başlayanda, artıq o cəmiyyətdə olanda cücərməyə başlayır o toxum və öz bəhrəsini verməyə başlayır. Yenə valideyn bir şəkildə ona nəzarət edir, bir şəkildə onu başa salır, suallarını cavablandırır. Burada valideyn-uşaq münasibəti də çox önəmlidir. Dostluq münasibətləri, orada yaratdığı güvən münasibəti çox önəmlidir ki, uşaq bayırda gördüyünü və yaxud sosial mediada gördüyünü valideyni ilə məsləhət edə bilsin, ondan sonra tövsiyəsini dinləyə bilsin, bir sualını cavablandıra bilsin. Bünövrəyə çox önəmlidir. Siz uşaqla hansı münasibətdəsiniz? O bünövrəni necə hazırlamısınız? Nə qədər sağlamdır? Təbii ki, insan sosial varlıqdır. Biz özümüz də bu yaşımızda cəmiyyətdə müəyyən şeyləri indi görürük, indi öyrənirik, müəyyən şeyləri təcrübə eləyirik və bir-birimizdən öyrənirik. Amma bünövrəyə qayıdır. Mən nə qədər mənəvi olaraq sağlamam, mən nə qədər, məsələn, milli dəyərlər olaraq sağlamam, sevgi olaraq sağlamam, münasibət olaraq sağlamamsa, artıq bu özünün cəmiyyətdə və sosial mediadakı fəaliyyətli davranışında öz bəhrəsini verməyə başlayacaq. Aydın məsələdir. Baxın, nə deyəcəkdim? Media daha çox təsir edir, yoxsa cəmiyyət medianı formalaşdırır? Baxın, əsas. Formal olaraq əslində bir yerə qədər, ilk sualda da onu vurğuladım ki, bir yerə qədər media cəmiyyəti maarifləndirirdi. Amma artıq cəmiyyət hansı səviyyədədirsə, media bunu fürsətə dönüşdürür. Bəli, fürsətə. Çünki medianın zaten məqsədi budur və bir yerdən idarə olunmur. Məsələn, artıq belə deyək, yerli media var, yerli olmayan medialar var və medianın məqsədi qazanmaqdır. Maddi olaraq qazanmaq. Maddi olaraq qazanmaq üçün nə etməlidir? Cəmiyyətə baxır. Cəmiyyət nə istəyir? Tələb, ehtiyac məsələsi var. Tələbi nədir? Ehtiyacı nədir? Ümumiyyətlə, medianı cəmaət nə üçün, cəmiyyət nə üçün istifadə edirsə, bunu fürsətə dönüşdürür. Məsələn, mən milli dəyərlər, mənəvi dəyərlər aspektindən medianı və yaxud ehtiyacım varsa, təbii ki, media buradan mənə xidmət eləyəcək. Yox, cəmiyyət bunu hər hansı bir biznes istifadəsi üçün və yaxud gündəlik vaxtını itirmək, zamanını boşuna sərf eləmək üçün istifadə edirsə, media bunu çevirəcək öz fürsətinə ki, aha, cəmiyyətin 20% bunu istəyir, 30% bunu istəyir, 70% çoxunluq olaraq bunu istəyir deyə bunu fürsətə çevirir. Əlbəttə, burada hər kəs öz payını götürür. Bəli, hər kəs öz payını. Çox doğru, təşəkkür edirəm. Məhəd xanım, sual veriblər ki, Allah xatir olan işlərdə vəzifə nədir, məqsəd nədir? Məsəl üçün, bir insan vəzifə olaraq işini görür, qarşı tərəfdən də nəsə pis bir şey görəndə davam edir. Çünki deyir, mən Allah xatir edirəm. Mənim vəzifəmdir. Məqsəd olaraq eləyəndə, məsəl üçün, mən birinə bir iş görmüşəm, o məni tərifləməsə, mən o işi yarımçıq saxlayacağım. Yəni, məqsəd olaraq, yoxsa vəzifə olaraq, yəni soruşurlar ki, Allah yolunda işlər. Əlbəttə, Şəbnəm xanım, burada ancaq mənim tutaq ki, vəzifəm Azərbaycanda Quran kitablarını araşdırmaqdır. Hər bir kəsin, hər bir şəxsin özünün vəzifəsi var. Hamı öz vəzifəsini axıra qədər çatdırsa yaxşıdır da. Bu, çünki onun vəzifəsidir. Bir insanın bacardığı iş, qabiliyyəti, ortalığa qoyduğu o zəhmət həmin o işin öhdəsində olur da. Əgər bir insan bacarmadığı bir işin arxasınca gedəndə yaxşı nəticə olmayacaq ki. O gərək hamı bacardığı işi öhdəsinə
düşən işi arxasında gedəcək və onu hamıya çatdıracaq. Və kimsə ona desə ki, yox, burada nəsə bir maneələr var, burada nəsə bir şeylər var, yenə də o öz işində olacaqdır. Yaxşı olar ki, insan elə öz işində olsun, geçsin. Mediada belədir. Əgər biri bir yaxşı iş görürsə, bir başqa adam da onu başqa bir fikirlənsə, nəsə uzaqlaşdırmaq mı, ola bilir o qədər belə səviyyə bir-birinə xoşuna gəlməyən bir işlər olursa, onun özünün fikridir. Sən əlbəttə, o da əlbəttə öz işində olacaqdır. Yəni məqsəd olan Allah yolunda məqsəd nəzərdə nə tutulur? Orada riya var, təkəbbür var, belə deyək də düzdür. Nəfsinə görə bu işi görür. Amma vəzifə olaraq görürsə, demək ki, davamlı şəkildə ixlasla. Yalnız Şəbnəm xanım, vəzifə olaraq nəfs, mən kiməsə görə bu iş eləmirəm ki, sən də və yaxud da Mələkə xanım da, heç kim kimə görə. Bu hamısı bizim özümüzün məsuliyyətimiz və özümüzün sənətimiz, peşəmizin əsasında bu işləri görürük. Həmçində xeyriyyə işlər. Bəli, xeyriyyə işləri mütləq. Bəli, üzr istəyirəm. Adətən məqsəd vəzifəni gətirir ortaya icra olaraq. Yəni məqsəd niyyətdir, bu daxilidir də, mənəvidir. İcraatsa vəzifədir, onun maddi olaraq tərəfidir, görünən tərəfidir. Məqsəd nədirsə, vəzifənin davamlılığı o qədər olur. Sizin dediyiniz kimi, əgər o tərif görmürsə, nə bilim, həmin o reklamı görmürsə, alqış görmürsə, demək ki, məqsədinin özü davamlı deyil, mənəvi deyil, həqiqət deyil. Ona görə yarıda deyək də, xanımlar, orada bir də onun nəysə bir hədəfi var ki, sadəcə olaraq istəyir ki, görüntü, bəli, istəyir ki, ancaq bunu işi göz qabağında olsun, öndə olsun. Amma hamı, indiki müasir zamanda, hamı hər şeyi çox gözəl bilir. Yəni, medianı bu qədər inkişaf eləmiş bir zamanında, belə bir intellektur bir zamanda yaşayırıq, inkişaf eləmiş bir dövrdə yaşayırıq, hamı da hər şeyi çox qəşəng, ağ-qaradan qəşəng seçə bilir. Belədir. Məlikə xanım, trend anlayışı milli mənəvi dəyərlərimizi zəiflədə bilər, yoxsa yox? Gəlin belə deyək, dəyərlər ümumiyyətlə yanlış anlaşılır cəmiyyətdə. Hər şeyə dəyər etiketi yapışdırırıq və bu bizi yanlış yönləndirir. Dəyərlərin tərkibinə baxsaq, yəni kökünə baxsaq, bunun mütləq mənəviyyatla bir əlaqəsi var. Yəni mənəvi olmayan, fitrətimizdə kökü olmayan heç bir şey dəyər sayılmır. Bir yerdən sonra ələnib getməyə, unudulmağa məhkum olur. Dəyər odur ki, yəni yaşanılıb, təcrübə edilib, ələkdən keçirilib, zaman aşımından gəlib bugünə çatıb ki, ona biz artıq dəyər etiketi vurmuşuq. Məsələn, burada milli dəyərlər də var, mənəvi dəyərlər də var. Amma iç-içədir. Çünki fitrətimizdə var o bizim. Xeyirxahlıq da onun kimidir, vətən bayraq sevgisi də. Baxın, nə gözəl İslamımızın şərtlərindən biridir ki, vətəni sevmək imandandır. Görürsünüz, birbaşa mənəviyyata, fitrətə bağlıdır. Dəyərlər əslində budur. Əgər dəyərlər mənəvidirsə, kökü varsa, zamanın ələyindən keçibsə, o kiçik bir trendlə yox olmur. Amma davamlılıq varsa, məsələn, tutaq ki, trend gəlin bunu müsbət və mənfi tərəfinə baxar. Bir şey trendsə, əgər orada milli mənəvi dəyərlər varsa, bu davamlı olacaqsa əgər, əlbəttə ki, yaxşı olacaq. Daha yenidən yeni formada, yeni aranjmanda bizim təzədən diqqətimizi çəkməyə başlayacaq. Yeni nəslin də diqqətini çəkməyə başlayacaq. Yox, əgər məsələn, sudan səbəblərlə hər şey bir trendə çevrilirsə, zaten hazırki sosial platformaların belə bir funksiyası var. Bir müddətdən sonra onu xatırlatmır, yəni aşağıya düşür. Və heç kəsdə indi elə bir həvəs yoxdur ki, sizin bir ay öncəki paylaşımınızda enib aşağıya bax. Amma bugün önünə nə çıxırsa onu baxın. Və sosial medianın belə bir funksiyası var ki, nə çox baxılırsa onu ön plana gətirir. Sizə xatırladır ki, məsələn, bugün Məlikə xanım bunu paylaşdı, Nəhayət xanım bunu paylaşdı. Hər şeyin tez unudulan, tez yaddan çıxan bir dövründə o dəyər zaten itə bilməz, mümkün deyil. Amma davamlı olarsa, məsələn, yaxşı mənada biz tutaq ki, bir muğamı yeni bir aranjmanda trend edib tez-tez göstərə biliriksə, niyə də olmasın? Bu anlayış, həmin o trend anlayışı zəiflətmir, gücləndirir. Yox, əgər biz daxilən intellektual səviyyəmiz zəifdirsə, milli mənəvi dəyərlər aspektində zəifdirsə, bünövrəmiz yoxdursa, ümumiyyətlə sevgi, yaşamaq anlayışlarımız zəifdirsə, bugün sudan səbəblərlə olan trendlər əlbəttə ki, zəiflədəcək. Yəni, insanın beyninə qayıdır, insanın mənəviyyatına, intellektual səviyyəsinə qayıdır hər şey.
Mən bilmirəm fikir vermisiniz yoxsa yox. Sosial şəbəkədə davamlı şəkildə hansı tipajda, formatda paylaşımlar izləyirsənsə, eyni formatda da paylaşımlar önümüzə çıxır. Hətta sorğu da keçirdi. Deyir ki, bu sizin marağınızı çəkirmi? Əgər orada siz o butonu işarə edirsinizsə ki, marağımı çəkir, 30 gün boyunca onu sizə o formada, tipdə olan paylaşımları göstərir. Bizim İrs Medianın belə bir ənənəsi var ki, sonda hər bir qonağımıza hicabla bağlı bir sual verdik. Düzdür, indi 40% hicablı xanımları çıxırıq. Onlar hicablı deyirlər. Cismən hicabdadılar, ruhən üryandılar. İndi o biri yəni əsl belə hicaba riayət edən xanımları nəzərdə tuturam ki, ictimai məkanda nəqliyyat, market hər harda olur olsun bir xanım da haqqına giriblər. Düzdürmü? Haqqını bərpa eləmək istəyir. Fikrini deyir. Düzdürmü? Onun haqqında fikrini demək azaddır da. Kənarda bir təfəkkürü zəif olan biridir ki, bu da hicablı. Başındakı hicabdan utanmır. Başımızdakı hicab söz haqqımızı alırmı? Yəni biz axı haqqı demək nə bəyə, nə xanıma baxar. Düzdür, xanımlar bir həddə qədər deməli ki, orada onun abru getməsin də, düzdürmü? Bəziləri düşünür ki, hicablı xanım belə deyim, ictimai fəaliyyəti olmamalıdır, danışmamalıdır, haqqını deməməlidir, düzdürmü? Amma Allah bu məhdudiyyəti qoymayıb. Allah qoymayıbsa, heç insan da düşünürəm ki, qoya bilməz. Orada bir hədd var da xanımlar üçün. Onunla bağlı zəhmət olmasa, yəni biz hicablı xanımlar niyə görə ictimai yerdə haqqımızı deməməliyik? Pis baxırlar bizə, başımızda hicab var. Önceliklə bunu deyim ki, Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda çox yerdə olmuşam. İstər dindar camiə olsun, istər qeyri-dindar camiələr, söhbətlər bu mövzularda, müzakirələrimiz olub. Çox maraqlı bir şey var ki, bir şeyi etiketləmək, bölmək, qruplara, siniflərə, bölgələrə, adətlərə ayırmaq məhz Azərbaycan və bir çox türk toplumlarında var. Bəli. Məsələn, sual verirlər ki, Azərbaycanın hansı bölgəsindən? Sən deyirsən filan, orada filan şey belədir, orada filan şey belədir, bu kimi. Eyni ilə də qadın-kişi münasibətlərində, davranışlarında və yaxud görünüşdə. Bizdə atalardan da bir misal var ki, deyir, geyimi ilə qarşılayıb, ağlı ilə yola salarlar. Və məxsusən də hicablı xanımlar olsun, daha çox diqqət cəlb etdiklərinə görə hər kəs onlardan bir şey gözləyir. Yaxşı mənada da, yüksək mənada da, davranış baxımından da bir şey gözləyirlər. Amma bir də bir susqunluq da gözləyirlər ki, yəni hicablı xanımlar ümumiyyətlə danışmamalıdır və yaxud filan yerdə olmamalıdır və yaxud filan haqqını tələb etməməlidir. Amma gəlin bu prizmadan yanaşaq. Ümumiyyətlə insan, keşkə Quranın təbiri ilə yanaşsa hər şeyə. Quran ilk öncə ya əyyuhəl-ləzinədir, ey insan deyə müraciət edir. Sonra kişiyə, qadına, uşağa, böyüyə, imanlıya, imansıza ayırır və vəzifələrini təyin edir. Amma biz onunla yanaşmırıq. Ya geyimi ilə qarşılayırıq, ya hansısa bir statusu ilə, vəzifəsi ilə, hansısa bir görünüşü ilə onu qarşılayırıq. Ondan yola çıxaraq ona münasibət bəsləməyə başlayır. Bu birinci yanlış. İkinci yanlış da bəli, təəssüf ki, cəmiyyətdə hicablı xanımlara qarşı iki fikir var. Kimisi deyir ki, bəli, hər yerdə olsun, hər şəkildə olsun, nə bilim, halala harama baxmasın. Belə bir gözlənti də var. Hətta o məsələlərə, standartlara diqqət edənlərə də biraz geridə qalmış kimi də yanaşırlar. Amma insan ümumiyyətlə düşünsə ki, insanın fikri ilə yola çıxmamalıdır. Molla Nəsrəddinin məşhur bir epizodu var, bilirsiniz. Ata oğlu ilə eşeğin yanında gedir, deyirlər buna bax, eşeğe boş sürür. Üstünə çıxır bir şey deyirlər, nə bilim, uşağı qoyur, özü aparır bir şeydir. Yəni, insan fikri dəyişkəndir. İnsanı heç bir şəkildə məmnun edə bilməyir. 124 min Peyğəmbər gəldi, insanı bir şəkildə məmnun edə bilmədi. Ona görə insanın baxış bucağını bir kənara qoymaq da lazımdır. Amma qoymamaq lazım. Çünki biz sosial varlıq, bir-birimizin fikrinə, düşüncəsinə, davranışına ehtiyacımız var. O baxımından, yəni, hicablı xanımın da, qeyri-hicablı xanımın da müəyyən yerlərdə əgər haqqı tapdalanırsa, hüquqları əlindən alınırsa, sözünü deməlidir. Bu hüququ dediyiniz kimi insana Allah verir, Qurani Kərim verir. Amma orada bir mötərizə açar. Hər şey üsulunda və ədəbində. İslam o qədər gözəl bir dindir ki, baxın, hər şeyə bir ədəb qoyub.
Hər şeyə bir üslub qoyub. Bayaq siz Nəhayət xanıma sual verdiniz ki, xeyirxahlıq işləri görülür və bunlar nə dərəcədə paylaşmalıdır? Əhl-i-Beytin həyat tərzinə baxırıq, yəni onların bütün həyatı xeyirxahlıqla doludur. Amma o qədər üslubunda, ədəbində və bunu bizə göstərirlər ki, siz də bəli bu şəkildə edin. Bəli. Eyni şəkildə də, yəni hicablı xanım olsun, qeyri-hicablı xanım olsun, ümumiyyətlə qadın əgər bir yerdə onun hüququ, haqqı tapdalanırsa, başda bir gözəl bir söz, Allah bizə dil verib, söz verib, sözün qüdrətini verib. Ədəbi ilə, üslubu ilə, elmi ilə, səssiz, yəni qışqıraraq deyil, gözəl bir üslubda, gözəl bir səs tonu ilə qarşı tərəfə əlbəttə ki, sözünü desin. Çox gözəl. Bəli, Nəhayət xanım, onunla bağlı sizin fikrinizi almaq istəyirdim. Məlikə xanım çox qəşəng açıqlama verdi. Həqiqətən də bu belədir. Yəni hicab Allahın əmridir. Ancaq bir şey var ki, Allah Quran-ı Kərimdə kişinin də, qadının da hüququnu bərabər çatdırır bizə. Ayələr yəni eyni hüquqda olduqlarımızı deyir. Amma sən tutaq ki, bir kəs hicablıdır, o səsini çıxarda bilməz. Bizim belə bir qanunumuz yoxdur axı. Nə istəyirsən dünyavi belə də demokratik ölkədə yaşayırıq. Nə ölkəmizdə belə bir şey yoxdur, nə bizim dinimizdə belə şey yoxdur. Hamının özünün hüquqları var, hüququna əsasında da öz sözünü deməkdə azaddır. Belədir. Hörmətli izləyicilərimiz, media artıq bizim həyatımızın ayrılmaz hissəsidir. Biz onu tam dəyişmək istəsəydik, bu mümkün deyil. Amma ondan necə istifadə edəcəyimiz bizim seçimimizdir və unutmayaq ki, dəyərlərimizi qorumaq sadəcə olaraq medianın deyil, hər birimizin məsuliyyətidir və hər bir söz, hər bir paylaşım sadəcə olaraq bir informasiya deyil, həm də bir məsuliyyətdir. Dilimizdən, qələmimizdən çıxan hər bir fikir ya xeyrə xidmət edir, ya da ki zərərə. Allah bizə buyurub ki, doğru söz danışaq, haqqı qoruyub saxlayaq. Və media bir vasitə deyil, həm də bir imtahandır. Gəlin, çalışaq bu imtahandan üzü ağ çıxaq. Sözümüzlə, fəaliyyətimizlə insanlara fayda verək, dəyərlərimizi qoruyaq və ən sonunda ən vacib olan gələcək nəsilə sağlam bir mənəvi miras ötürək. Və mən İrs Media əməkdaşlarına təşəkkür edirəm zəhmətimizi çəkdiklərinə görə, minnətdaram onlara. Hörmətli izləyicilərimiz, diqqətinizə görə minnətdaram, təşəkkürlər sizə və hər birinizi gözəl Allaha əmanət edirəm.